Bildiriş. Əziz Azərbaycanlı vətəndaşlar, bir çox analitiklər hesab edir ki, İrandakı siyasi vəziyyəti təhlil etmək yəqin ki, heç vaxt indiki qədər çətin olmayıb. Bu vəziyyət beynəlxalq sistemdə baş verən struktur dəyişiklikləri ilə izah olunur. Bəzi beynəlxalq münasibətlər nəzəriyyəçiləri bunu Amerikanın Şərqi Asiyaya daha çox diqqət yetirməsi və Yaxın Şərqin əhəmiyyətinin azalmasının nəticəsi kimi izah edirlər. Təbii ki, vəziyyətin məntəqədə və İranda hakim siyasi sistemin ayaqda qalmasına təsirini nəzərdən qaçırmaq olmaz. Hesab edirik ki, indiki çaşqınlıq beynəlxalq münasibətlər sistemini düzgün dərk edə bilməməyimizdən deyil, İranın ictimai siyasi quruluşunu düzgün anlamamağımızdan qaynaqlanır. İranın hal-hazırdakı xaotik ictimai siyasi durumuna nəzər salmaq bizə İrandakı sosial çöküşü və nəticədə yaxınlaşan siyasi çöküşü aydın görməyə imkan verir. Belə bir real vəziyyəti siyasi polemikadan uzaq görə bilmək üçün bizə ancaq cəmiyyətin müxtəlif təbəqələrinin həyat şəraitinin qərəzsiz təhlil və müşahidəsi lazımdır. Azərbaycan Milli Cəbhəsi qarşıdakı imkanları nəzərdə alaraq hesab edir ki, bu sarsıntılı vəziyyətin iflası heç bir halda uzaqda deyil və buna hazır olmaq lazımdır. Açıq deyək ki, İrandakı mövcud vəziyyət son nəticədə təkcə İran İslam Cumhuriyyətini yox, həm də müxtəlif müxalif qrupların, İranda yaşayan millətlərin milli hüquqlarının tanınmamasına, nəhayət İranın siyasi strukturunun çökməsinə gətirib çıxaracağına inanırıq. Belə bir həssas şəraitdə Azərbaycan Milli Cəbhəsi bütün fəal siyasi cərəyanları, ictimai birlikləri bir mənalı olaraq Azərbaycanın müstəqilliyi haqqında fikir ayrılıqlarını bir kənara qoyub, kəkələmədən və var gücü ilə prosesinin qurulmasına kömək etməyə çağırır. Bu bildiriş ilə xalqımızı, siyasi ictimai qrupları ayıq-sayıq olmağa, İranda baş verən hadisələri daha da yaxından izləməyə və səylərimizi, güclərimizi birləşdirərək Güney Azərbaycanın müstəqilliyini əldə etməsi üçün mübarizəmizi daha da gücləndirməyə, daha da məqsədyönlü addımlar atmağa səsləyirik. Azərbaycan Milli Cəbhəsi 21 noyabr 2021 Malmö, İsveç.